Hərdən gecələr pəncərənin o üzündə güruldayan mərmilərin işığından güllə vıyıltısından Leyla yata bilmirdi. Gürultu partıltıdan evləri titrəyirdi. Hərdən mərmilər elə işıq saçırdı ki, götür kitab oxu. Ondan sonra yatmaq olarmı? Bir balaca mürgüləyəndə dəhşətli yuxular görürdü. Göyə qalxan alov dilləri, parçalanmış bədənlər, yaralıların iniltisi. Heç səhərlər də sakit keçmirdi. Azan səsi eşidilən kimi mücahidlər silahlarını yerə qoyub namaza dururdular. Qısa fasilədən sonra namaz xalçaları yığılır, yenidən silahlar işə düşürdü. Dağlardan Kabilə güllə atırdılar, Kabildən də dağlara. Leyla və onun kimiləri balığı köpək balıqlarına yem olmuş qoca balıqçı Santiago kimi köməksiz və ümidsizcəsinə əlləri qoynunda bu işlərə mat-məəttəl baxırdılar. Leyla hayana gedirdisə, Məsudun pakol geymiş adamlarına rast gəlirdi. Onlar küçələrdə patrol kimi gəzir, maşınları yoxlayır, tankların üstündə siqaret çəkir, qum kisələrinin arxasından yoldan keçənləri müşahidə edirdilər. İndi Leyla şəhərə az çıxırdı. Çıxanda da Tariq yanında olur, bir cəngavər adası ilə onu müşayiət eləyirdi. Mən özümə pistolet almışam, bir gün Tariq dedi. Onlar Leylagilin həyətində armud ağacının altında yerdə oturmuşdular. Bax, özü də yarım avtomat, Beretta. Onun rəngi və görünüşü Leylanı dəhşətə saldı. Heç xoşuma gəlmir, dedi. Mən silahdan qorxuram. Tariq silahın xəzinəsini əlində oynatdı. Keçən həftə Kartesehdə bir evdə 3 meyit tapıblar, Tariq dedi. Eşitmisən? Bax, buna görə də silah lazımdır bizə. Danışma belə şeyləri, eşitmək istəmirəm, Leyla dedi. Əhvalını korlamaq istəmirdim, Tariq dedi. Amma bununla gəzəndə özümü yaxşı hiss edirəm. Tariq deyirdi ki, Kabil indi ayrı-ayrı sahələrə, məhəllələrə bölünüb. Hər sahənin də öz sahibi. Küçəni keçib yarım mil qərbə tərəf getsən başqa birisinin sahəsinə düşürsən. Odur ki, snayperlər üçün nişangah çoxdur. 1992-ci ilin iyun ayında Kabilin qərb civarında səhra komandiri Səyyafın başçılıq etdiyi Puştun qüvvələri ilə Xəzərlərin Vəhdət qrupu arasında qanlı döyüşlər gedirdi. Mərmilər elektrik xətlərini dağıdır, evlər, dükanlar uçur, xaraba qalırdı. Leyla eşitdi ki, Puştun milisləri Xəzərlərin evlərinə hücum edir, bütöv ailələri güllələyir, öldürürdülər. Xəzərlər isə qisas almaq üçün Puştun qonşularını oğurlayır, heç kimə rəhm etmədən qətlə yetirirdilər. Babi Kabildən çıxıb getmək üçün Fəribəni bir də dilə tutmağa cəhd göstərdi. Tezliklə hər şey yoluna düşər, deyə Fəribə razı olmadı. Çox çəkməz bu. Adamlar axır ki, oturub bir razılığa gələcəklər, dedi. Fəribə, bu adamlar müharibədən başqa heç nə bilmirlər. Onlar anadan olandan bir əlində silah gəzdirirlər, dedi. Sən istəyirsən, çıx get. Qızını da götür, çıx get. Mənə də bir kağız yazarsan. Amma bilirəm ki, sülh uzaqda deyil. Mən o günü gözləyəcəyəm. Küçələr çox təhlükəli olduğundan Babi Leylanı məktəbdən saxlamalı oldu. İndi özü Leyla ilə məşğul olurdu. Həmin iyun ayında bir gün Gitti və 2 sinif yoldaşı məktəbdən qayıdırdılar. Onların evlərinə 3 ev qalmış, qızların düz qabağına bir mərmi düşdü. Ertəsi gün Gittinin yasında Leyla ağlaşan qadınların yanında oturub heç özünə gələ bilmirdi. İlk dəfə idi ki, belə yaxından tanıdığı, sevdiyi bir adam ölmüşdü. 1992-ci ilin bürkülü yay günü idi. Onlar Leylagilin qonaq otağında idilər. Anasının bütün günü qarnı ağrıdığından Hikmətkarın arası kəsilməyən mərmi yağışına baxmayaraq, biraz qabaq Babi onu həkimə aparmışdı. İndi budur, Tariq Leylanın yanında taxtın üstündə oturmuşdu. Əllərini dizləri arasına qoyub gözlərini yerə zilləmişdi. Deyirdi ki, çıxıb gedir. Həm də təkcə Kabildən yox, Əfqanistandan çıxıb gedir. Bir dəfəlik. Leylanın gözlərinə qaranlıq çöktü. Hara gedəcəksən? Əvvəlcə Pakistana, Peşəvərə. Sonra bilmirəm hələ. Bəlkə Hindistana ya İrana, dedi Tariq. Nə qədər müddətə? Bilmirəm. Çoxdan bu qərara gəlmisən? Leyla dedi. Bir neçə gün əvvəl. Sənə demək istəyirdim, amma cürət etmirdim. Bilirdim ki, sənə çox pis təsir edəcək.
Nə vaxt gedirsən? Sabah. Sabah? Leyla, mənə bax. Atama görə. Deyirəm, onun ürəyi dözməz. Bütün bu dəhşətlərə, ölümlərə dözə bilməz. Leyla əlləri ilə üzünü tutdu. İçinə dəhşətli bir ağrı dolmaqda idi. Başa düşdü ki, o bugünü görməli idi, bilməli idi. Tanıdığı bütün adamlar yığış edib gedirdilər. Mücahid qrupları arasında döyüşlər başlanandan bəri 4 ay idi ki, tanış üzləri bir-bir yoxa çıxırdı. Leyla bir tanış üzə rast gəlmirdi. Həsinəgilin ailəsi may ayında köçüb getdilər, Tehrana. Vəcmə və doğmaları da elə həmin ayda İslamabada getmişdilər. İyun ayında da Gitinin ata-anası qızlarının ölümündən sonra o bir uşaqlarını götürüb getmişdilər. Leyla onların haraya getdiyini bilmirdi. Deyilənə görə İrana, Məşəd tərəflərə getmişdilər. Onlar gedəndən sonra evləri bir müddət boş qalırdı. Sonra ya mücahidlər, ya da tanımayan yad adamlar tuturdu bu evləri. Hamı gedirdi. İndi də Tariq gedirdi. Leyla hıçqırdı. Sonra isə hönkürməyə başladı. Tariq onu qoyub getdiyinə görə Leyla çox acıqlı idi. Halbuki Tariq onun pərvaz qanadı idi. Kölgəsi kimi hər zaman yanında idi. Necə gedə bilərdi indi? Leyla Tariqi şillələdi, saçlarından yapışıb dartdı. Tariq isə heç nə demirdi. Bir kəlmə dedi. Gedək mənimlə Leyla. Bir anlıq Leyla inandı. İnandı ki, bu asan bir işdir. Getməyə nə var ki? Leyla, Tariq, Tariqin ata-anası qoşulub birlikdə gedə bilərdilər. Mən sənə evlənmək istəyirəm, Leyla, Tariq dedi. Tariqin gözləri inamla qətiyyətlə baxırdı. Qoy evlənim sənə, Leyla. Elə bugün. Bugün evlənə bilərik. O yenə nəsə danışırdı. Məscidə getməkdən, molla tapmaqdan, 2 şahiddən, təcili kəbindən. Nəsə deyirdi, tələsə-tələsə, az qala qışqıra-qışqıra. Onu dilə tutur, inandırırdı. Əvvəlcə səsi ümidlə dolu idi. Sonra get-gedə ümidsizləşirdi. Ümidini itirirdi. Bacarmaram, Leyla dedi. Mən atamı qoyub gedə bilmərəm. Onun məndən başqa heç kimi yoxdur. O dözməz buna. Ürəyi tab gətirməz. Tariq bunu bilirdi. Bilirdi ki, Leyla öz borcunu yaxşı bilir. Bu borc hər şeydən yüksəkdir. Elə özünün də borcunu unutmurdu. Amma hər halda dil boğaza qoymur, xahiş edir, yalvarır. Leylanı dilə tutmağa çalışırdı. Leyla göz yaşları içində axır ki, Tariqi inandırdı. İnandırdı ki, getsin. Yayın qızmar günlərindən biri idi. Ətrafdakı dağlar bürkü içində idi. Bir neçə gün idi ki, elektrik kəsilmişdi. Leyla qonaq otağında taxta uzanmışdı. İstidən tər onu aparırdı. Hər dəfə nəfəs alanda burun pərləri yanırdı. Anasının otağından valideynlərinin səsini eşidirdi. 2 gün qabaq gecə, dünən də gecə aşağı mərtəbədən onların səsini eşitmişdi. Onlar hər gün danışır, götür-qoy edirdilər. Güllə həyət qapısında təzə bir deşik açandan sonra onlar gecələr daha da tez-tez danışırdılar. Sonra Babi pilləkənlərin başından onu səslədi. Dedi ki, tez yuxarı gəlsin. O razıdır, Leyla, atası sevinclə bildirdi. Səsi titrəyir, həyəcanı aydın sezilirdi. Gedirik, Leyla, üçümüz də Kabildən köçürük. Onlar üçü də Fəribənin otağında çarpayının üstündə oturmuşdular. Bayırda evləri üstündən mərmilər uçurdu. Hikmətyarla Məsudun dəstələri döyüşürdü. Leyla evdə duruş gətirə bilmirdi. İstəyirdi ki, küçəyə çıxıb biraz gəzib dolaşsın. Çox sevinirdi. Babi demişdi ki, onlar əvvəlcə Pakistana gedəcək. Sonra viza üçün sənədlərini təqdim edəcəklər. Pakistana gedəcəklər. Axı Tariq də oraya getmişdi. Leyla hesablamışdı. Tariq cəmi 17 gün idi ki, getmişdi. 17 gün qabaq anası razılaşsaydı, onlar bir yerdə gedə bilərdilər. İndi o Tariqlə bir yerdə olardı. Amma indi bunun heç bir əhəmiyyəti yoxdur. Onlar Peşəvara gedəcəklər. O, anası və Babi. Orada Tariqi və onun ata-anasını axtaracaqlar. Hökmən axtaracaqlar. Sənədlərini də bir yerdə təqdim edəcəklər. 3 gün qabaq Leyla hava almaq üçün bayıra çıxmışdı.
Küçə qapısına təzəcə yaxınlaşmışdı ki, sağ qulağının dibindən nə isə gürültü ilə gəlib keçdi. Qapının taxtalarını parça-parça edib havaya sovurdu. Gittinin ölümü, Qabilə tökülən saysız hesabsız mərmi, yüzlərlə yandırılan ev anasını inandırmağa bəs etmirdi. Amma indi Leylanın başından 3 barmaq aralı keçib qapını havaya sovuran mərmi deyəsən onu ayıltdı. Dəhşətlə başa düşdü ki, müharibə onun 2 oğlunu aparıb. Burada bizi heç nə saxlamır, Babi dedi. Oğlanlarımız həlak olub, amma Leyla bizimlədir, biz birlikdəyik. Fəribə, biz yeni həyata başlaya bilərik. Həmin gecə Leylanın gözünə yuxu getmədi. Şəhərin o tərəfindən üfüqə yayılan artilleriya atəşinin narıncı sarı işıqları ara vermirdi. Babi dedi ki, yola ən vacib şeyləri götürəcəklər. Qalan bütün şeyləri satmaq lazımdır. O pulla Pişəvarda iş tapana qədər yaşaya bilərik. Sonraki 2 gün onlar satılmalı olan şeyləri seçib ayırdılar. Leyla öz otağında nimdaş qoftalarını, köhnə ayaqqabılarını, kitabları, oyuncaqları seçib ayırırdı. Anası da şeylərini yığırdı, tələsmədən, yuxulu-yuxulu, amma heç özündə deyil idi. Babinin işi hamıdan ağır idi. Leyla atasının otağına getdi. Atası kabinetin ortasında dayanıb, ümidsiz baxışları ilə kitab rəflərinə baxırdı. Leylanı görən kimi dedi, köhnə bir lətifə var. Tutaq ki, sənə bir adaya köçməlisən deyirlər. Oraya cəmi 5 kitab apara bilərsən. Hansı kitabları seçərsən? Təsəvvür etməzdim ki, mən belə bir məsələni həll etməli olacağam. Babi, biz sənə təzə kitabxana düzəldərik. Onun səsindəki ümidsizlik aydın sezilirdi. İnana bilmirəm ki, Kabili tərk eləyirəm. Burada məktəbə getmişəm, burada işləməyə başlamışam, burada ata olmuşam. Qəribədir, demək tezliklə başqa bir şəhərin səması altında yaşayacağam. Mənə də çox qəribə gəlir, Leyla dedi. Babi, biz qayıdacağıq, bax görəcəksən. Müharibə qurtaracaq, inşallah biz qayıdacağıq Kabilə. 3-cü gün Leyla şeyləri bayıra daşıyıb həyət qapısının yanına yığdı. Oradan onlar taksi tutub köhnə küləni Alversiya aparacaqdılar. Leyla paltar bağlamalarını, qab-qaşığı, Babinin yeşik-yeşik kitablarını həyətə daşımaqda idi. Evlə həyət arasında əldən düşən qız günortaya kimi şeyləri daşıdı. Hər dəfə şeyləri gətirdikcə elə bilirdi ki, tarixi görməyə daha da yaxınlaşır. Bu hissin təsirindən hər dəfə evə gedib gəldikcə elə bilirdi ki, ayaqlarının, qollarının gücü daha da artır. Yorğunluq hiss etmirdi. İşini qurtarandan sonra evə gəl, anası dedi. Nahar eləyək. Qaynadılmış yumurta və dünəndən qalmış lobya var. Elə bu əsnada fit səsinə oxşar bir səs gəldi. Kitablar Leylanın əlindən yerə töküldü. Başını qaldırıb göyə baxdı. Əlini gözünün üstünə qoyub baxırdı. Sonra dəhşətli bir gürültü qopdu. Arxada alov dilləri göyə qalxdı. Yer ayağının altından qaçdı. Qızmar və qorxunc bir şey arxadan onu zərblə itələdi. Havaya qaldırıb irəli atdı. Bir anlıq havada olanda yerlə göy gözündə qarışdı. Gah yeri görürdü, gah da göyü. Yanan taxtalar üstünə tökülür, xıncım-xıncım olunmuş şüşələr başına səpələnirdi. Sonra Leyla divara çırpıldı, yerə yıxıldı. Üstünə toz torpaq, çınqıl, daş qəlpələri yağmağa başladı. Son dəfə xatırladığı yanında eşitdiyi bərk bir tappıltı idi. Qana bələnmiş, sanki əskiyə bükülmüş böyük bir ət parçası tappıltı ilə yanına düşdü. Ətrafda kölgələr dolaşır. Tavandan neon lampaların işığı gəlirdi. Bu nədir? Elə bil qadının üzüdür. Yaxınlaşdı, sonra da uzaqlaşdı, yox oldu. Leyla qaranlığa qərq oldu. Sonra başqa bir üz. Bu dəfə deyəsən kişi üzü idi. Həm də çox kədərli idi. Dodaqları tərpənir, amma Leyla heç nə eşitmirdi. Qulaqlarında yalnız cingilti var idi. Kişi əlini yellədir, üz gözünü turşudurdu. Dodaqları yenə tərpənirdi. Bu ağrılar nədir? Nəfəs almaq da olmur. Hər yeri ağrıyırdı Leylanın. Bir stəkan su, qırmızımtıl həblər, yenidən hər yana qaranlıq çökürdü. Məni tanıyırsan? Qız gözlərini döydü. Deyə bilərsənmi nə baş verdi? Qızın dodaqları əsdi, gözlərini yumdu, udqundu.
Əlini sol yanağına tərəf apardı. Nəsə dedi elə bil. Məryəm biraz da aşağı əyildi. Yaxınlaşdı ona. Bu qulağım, qız güclə dedi. Heç nə eşitmir. Birinci həftə qız çox vaxt yatırdı. Çünki Rəşidin hospitaldan aldığı qırmızımtıl həblər təsir edirdi. Qız yuxuda sayıqlayır, hərdən qışqırır, ağlayırdı. Məryəmin tanımadığı adamların adını çəkir və çağırırdı. Gah da qeyizlənir, üstündəki adyalı atırdı. Bu zaman Məryəm onu tutub güclə saxlayırdı. Gah da elə hey öyüyürdü. Məryəmin ona yedirdiklərini qusurdu. Qusmağı da kəsilmək bilmirdi. Özündə olanda kədərli baxışları ilə adyalın altından baxırdı. Məryəmin ya da Rəşidin soruşduqlarına eyni, kəsik-kəsik cavablar verirdi. Yedirtməyə başlayanda uşaq kimi başını o yana bu yana döndərirdi. Amma çox tez yorulur. Onların israrla dediklərinə tabe olurdu. Sonra ağlamağa başlayırdı. Rəşidlə Məryəm qızın üzündə, boynunda, çiynindəki kəsikləri, yaralı əllərində, ayaqlarındakı tikişləri antibiotik mazla sürtürdülər. Məryəm sarğıları yuyur, təmizləyir, dəyişirdi. Qusmağa başlayanda Məryəm onun başını tutur, saçlarını arxaya yığırdı. O burada nə qədər qalacaq? Rəşid soruşdu. Sağalana qədər. Sən bir bax ona, heç taqəti yoxdur. Zavallı hara gedə bilər? Qızı dağıntılar altından Rəşid çıxarmışdı. Xoşbəxtlikdən mən evdə idim, o qıza deyirdi. Amma indi hər şey arxada qalıb. Yaxşısan biraz, tezliklə lap sağalarsan. Təzə doğulmuş kimi. Rəşid hakimin kitablarından da əlinə keçəni xilas etmişdi. Onların çoxu yanıb kül olmuşdu. Bəzisini də deyəsən çapıb talayıblar, deyirdi Rəşid. Birinci həftə Rəşid qızın qulluğunda duran Məryəmə kömək eləyirdi. Bir gün işdən gələndə əlində təzə bir adyal və yastıq var idi. Bir gün də həblər alıb gətirmişdi. Vitamindir, dedi. Məryəm düşünürdü ki, qızın bəxti gətirib, yaraları nisbətən azdır. Axı rakit evlərini darmadağın etmişdi. Beləliklə qız yavaş-yavaş sağalırdı. İndi aşağı düşüb Məryəmlə, Rəşidlə birlikdə yemək yeyir, üzünü yuyur, saçını da özü darayırdı. Amma hərdən yaddaşı oyanırdı, ya da başı hərlənir, qusmağa başlayırdı. Daş kimi susub dayanırdı. Gah ədəbsiz sözlər deyirdi, gah da özünə çəkilir, tamamilə ruhdan düşürdü. Solğun baxışlar, gecələr dəhşətli ümidsizlik girdabında yuvarlanırdı, qusurdu. Bəzən də yandırıcı təəssüflə, mən burada olmamalıyam, deyə inilti ilə pıçıldayırdı. Məryəm mələfələri dəyişirdi. Qız əzilmiş, göyərmiş dizlərini qucaqlayıb döşəmədən ona baxırdı. Atam istəyirdi ki, bu kitab bağlamalarını özü həyətdən küçəyə çıxarsın. Dedi ki, mənim üçün ağır olar. Ancaq mən razı olmadım. İstəyirdim özüm eləyim hamısını. Ona görə də mərmə evə dəyəndə mən həyətdə olmuşam. Məryəm təzə mələfəni çarpayıya sərdi, çevrilib qıza baxdı. Qız elə bil gözləyirdi ki, Məryəm ona təsəlli versin, ürəyində ümid oyatsın. Amma Məryəm onu necə təskin etsin? Necə sözlər tapıb desin ona? Onu necə ovundursun? Məryəm Nananı dəfn etdikləri günü xatırladı. Molla Feyzullahın oxuduğu Quran ayələrindən qəlbi rahatlıq tapdı mı? İndi bu qızcığazın dərdini yüngülləşdirəcək nə deyə bilərdi o? Amma deyməyə də imkan tapmadı. Çünki qızın sifəti titrədi, başını aşağı əyib dedi ki, qusmağa gəlir. Gözlə, biraz döz, qoy tas gətirim, döşəməyə qusma, indicə təmizləmişəm, dedi. Bir gün qızın valideynlərinin həlak olmasından bir ay sonra kimsə onların qapısına döydü. Məryəm qapını açdı. Gələn adam nə üçün gəldiyini dedi. Sənin yanına gəliblər. Məryəm qapıdan səsləndi. Leyla başını yastıqdan qaldırdı. Deyir ki, adı Əbdülşərifdir. Mən belə adam tanımıram, Leyla dedi. Yaxşı, hər halda səni soruşur. Aşağı düş, özün danış.